Xroniki xəstələrə oruc tutmaq təhlükəlidirmi? Ümumiyyətlə, oruc tutub tutmamaq haqqında bir insan məsləhəti oruc tutan həkimdən almalıdır. Qəti olaraq buna riayət edin. Çünki orucun məsuliyyətini də elə oruc tutmuş həkimlər daha yaxşı bilir. O qədər xəstələr var ki, mən o xəstələrə həmişə məsləhət görmüşəm, oruc tutublar və çox da fayda görür. Amma bu gün elmə baxaq, müxtəlif mənşəli mədə-bağırsaq xəstəlikləri, qastritlər, xroniki qastritlər, şəkər xəstəlikləri, sistem xəstəlikləri hamısında yazıb ki, oruc tutmaq olmaz. Amma mən bunların əksəriyyətinə oruç tutururam və çox da fayda görürük. Çünki bu insanın xəstəliklərin əksəriyyəti yeməkdən baş verir. Əgər bu insan daimi yeməyin ağına baxmayıb, özünə baxmayıb, səhər baxmayıb, gün ortasına baxmayıb, axşamına bax, ancaq yemək olub da işi. Bundan dolayı əmələ gələn xəstəliklər baş veribsə, niyə biz prosesi geriyə çevirməyik? Və biz prosesi geriyə çeviririk. Yəni ən gözəl, idealı Ramazan oruçlarıdır, sünnət oruçlarıdır. Bunları bu insanın həyatına tətbiq etdikdən sonra həm maddi tərəfdən, həm mənəvi tərəfdən insanda bir yenilənmə əmələ gəlir. Məsələn, insulin dirənci varsa aşağı düşür, şəkər dəyərləri aşağı düşür, yüksək xolesterin varsa, xolesterin və xolesterin sərəfləri varsa hamısı aşağı düşür və bu insanda bir yenilənmə əmələ gəlir, qan-davar sistemləri yenilənir, ürək-qan damar sistemi yaxşılaşır, özündə bir yüngüllük hiss edir, toksinlərdən azad olur, bədən sağlamlaşır və mən ümumiyyətlə xroniki xəstəliklərin əksəriyyətində oruç tutulmasının tərəfdarıyam inşallah.